boksla məşğul olmaq olarmı? Boksa getmək olarmı? Cavab odur ki, istərsən boks olsun, istərsən karate olsun və yaxud da kickboks olsun və yaxud da güləş olsun. Əsl odur ki, məşq növləri halaldır. Əsl odur ki, məşq növləri halaldır. Sadəcə və sadəcə məsələ nədir? Əgər məsələdə sifətə vurmaq varsa, məşq əsnasında, əgər şəriətdə qadağan olunan salam növləri, geyim növləri varsa, onda o zaman deyirik ki, bu baxımdan haramdır. Məsələn, güləşin növləri var ki, dar paltar geyinirlər, insanın övrəti görsənir. Biz onu deyirik ki, sənin güləş üslubun, taktiki, yönü öyrənmək halal olsa da geyimin haramdır. Ona görə də madəm ki, bu geyimi güləşdə geyinmək məcburiyyətindəsən, onda o zaman sənin həmən məşq növünü o paltarda etməyin haramdır. Eləcə də ştanga qaldırmaq məsələsi, eləcə də boks məsələsində məsələn. Boksda, xüsusən də qardaşlar, əsas yönlər, əsas və yaxud da boksörün əsas hədəfə aldığı şey insanın baş nahiyəsidir, baş hissəsidir. Və yaxud da qaraciyər, ağciyər nahiyələridir ki, çünki hərisdir ki, qarşısındakı nakauta salsın və yaxud da onu zərərsizləşdirsin və yaxud da ona diz çöktürsün, yəni sonunda da qələbə çalsın. Və bu baxımdan deyirik ki, şəriətə uyğun libas geyinmək şərti ilə və həmçinin bəzi məşq növlərində baş əymək var qarşıda, həm rəqibə, həm də sudiyə, hakimə. Şəriətə müxalif olan salam olmamaq şərti ilə, geyim olmamaq şərti ilə və yaxud da zərər vermək, sındırmaq və sifətə və qadağan olunan bölgələrə vurmamaq şərti ilə bəzi məşqlərdən istifadə etmək olar. Məsələn, əgər güləş öyrənirsənsə, şəriətə müxalif salam verməmək və geyinməmək səbəbi ilə, şərti ilə öyrənə bilərsən. Boksu məsələn, düzgün libasla, taktik olaraq öyrənə bilərsən, amma ringə çıxıb bunu adamla qarşında tətbiq eləmirsən. Sadəcə yönləri öyrənirsən ki, haradasa lazım olduğu zaman özünü müdafiə eləyə biləsən. Haradasa lazım olduğu zaman nə edirsən? Özünü müdafiə eləyə biləsən. Çünki İslam dinində bir insanın güclü olması, bir insanın başarılı olması çox önəmlidir. Peyğəmbər s.ə.v buyurur, Əl-mu'minul qaviyyu xayrun və əhabbu ilallahi minəl-mu'minid daif. Güclü müsəlman Allaha daha sevimli və daha xeyirlidir zəif müsəlmandan. Yəni, söhbət oradan gedir ki, iman tərəfdən də, həm də fiziki tərəfdəndirsə. İman tərəfdən bərabərdirlərsə, güc tərəfdən hansı güclüdür, o daha əfsəl olur gücsüzdən. Ona görə yəni fiziki görünüşə də, fiziki hala da müsəlman fikir verməlidir, bədən tərəfdən də liyaqətə və yaxud da güclü olmağa, həris olmalıdır. Və həmçinin sağlamlıq baxımından, həmçinin nəfsi müdafiə yeri gəldiyi bu baxımdan və bu şeylər eləyərkən mütləq şəriət qoyduğu hədlər aşmamaq lazımdır. İxlasla.com saytı tərəfindən təqdim olundu.